5-ci sual short tekstlərlə bağlıdır. Deməli, burada Y variantı düzgün variantdır. A variantında nədir? Teachers will go to the picnic organized for them next weekend yox. This Saturday yazmışdı, ona görə yanlışdır. B variantında family members are not allowed. Yox, icazə verilir ailə üzvlərinə, ona görə B yanlışdır. C variantı everyone attending picnics should pay half the price. Hamıya aid deyildi. Yarı qiymət yalnızca ailə üzvlərinə aid idi. Ona görə C variantı yanlışdır. D variantında picnic will be held early in the morning. Erkən olacaq səhər tezdən. Yox, burada yazmışdı ki, günorta saat 12-də, 6-cı gün. Ona görə D yanlışdır. Y variantı düzgün variantdır. 6-cı sualda deməli, burada B variantı düzgündür. A variantı niyə yanlışdır? The house of Mary's cousin is the last big yox. Last big house on the left yox. Deməli, burada ən axırıncı cümlədə yazmışdı ki, it is the first big house on the right. On the right. Yəni sağdaydı. Ona görə A yanlışdır. C variantında Mary invites Caitlin to her birthday, which will be next Friday. Yox. On this Friday'dir. Ona görə yanlışdır. D variantı Mary asks Caitlin to come to her birthday party. Buy her cousin's car. Yox. Kuzeyinin maşını ilə demirdi. Ona görə də yanlışdır. Y-də Caitlin sends Mary to the home address of her cousin. Kuzeninə yollamırdı. Ona görə Y yanlışdır. B variantı düzgün variantdır. 7-ci sualda A variantı bəli, düzgün variantdır. B-də icazə verilmirdi yük gətirilməyinə. Xeyr, icazə verilir. C variantında isə yeməklə təmin, provided təmin olunmaq deməkdir. Yox. Çünki orada deyirdi ki, özləri ilə yemək gətirməyi unutmasınlar. C variantında, D variantında travel agency will prepare new rules about taking something to the flight. Yox, belə bir məlumat deyil idi. Y variantında passengers should be at the airport only an hour. Yox, burada yazılmışdı ki 2 saat öncədən idi. Ona görə düzgün variantımız A variantıdır.